Səncə bizim əlifbamız zəngindir? Dünyada bəlkə də bizim əlifbamızdan zəngin əlifba yoxdur. Çünki həm ə hərfi, ö hərfi, ğ hərfi və ona görə də biz həmişə bütün dillərə yatqınıq. Məsəl üçün hara getsək, Polşa olsun, Fransa olsun, rahat bir şəkildə dili öyrənmək belə olmasın. Nəyisə tələffüz eləməkdə həmişə məncə əla olmuş. Azərbaycanlılar bax istənilən bir yerdə 6 ay, 7 ay yaşasın və o dili danışır. Ən sadə misalı öz türk qardaşlarımızdan versəm, həqiqətən türklərin dil öyrənmə bacarığı çox zəifdir. Yəni burada mən aşağılamıram falan bir şey. Yoxdur. Zəif başqa şey yoxdur. Yəni türk ancaq ingilis dili bilir. Yəni burada yaşayan çox türk misal çəkə bilərəm ki, 10-15 il yaşayır, polyak dilində sadəcə bildiyi salam sağ ol. Onun da çox sadə şeyi var. Bu adamlar ömür boyu, tarix boyu ancaq türk dilində görüblər. Yəni çox müstəmləkə altında qalmayıb da türklər. Və ona görə də ancaq türk dili eşidiblər. Adi ona görə görmürsən, gələndə burada biz misal üçün polyak dilində var cin dobri. Yes. Bu biz rus dilindən gələn dobri dilindən gəlir. Biraz qulaq aşinalığımız var. Amma türklərdə cin dobri eşidir. Cin sözünü bu türk heç vaxt eşitməyib axı. Cin sözünü heç vaxt eşitməyib. Ona görə də o qalır çətində. Məcburdur biraz vaxt keçsin. Biraz da vaxt keçir, işə gücə başı qarışır, həvəsi ölür getdi. Onun da polkanın evləri Ay, başım. sağ ol. Bir Azərbaycanlının polyak dilini öyrənmək müddəti nə qədərdir? Bir Azərbaycanlı əgər rus dilini bilirsə, 1 il. Bilmirsə, Bilmirsə 1 il yarım falan. Lübə xarici dil öyrənmək istəyirsənsə, Azərbaycanlılarla az ünsiyyət qur. Nə qədər çox Azərbaycanlılarla vaxt keçirsən, xarici dili bir o qədər gec öyrənərsən. əlifbanı Öyrənin.